Minlərlə gəncin taleyini müəyyən edən cavab vərəqələri indi onların sualına çevrilib. Kimisi nəticəyə inanır, kimisi isə haqsızlıqla üzləşdiyini düşünür. Məhz buna görə də Dövlət İmtahan Mərkəzi apellyasiya mərhələsinə start verib, balının düzgün hesablanmadığını düşünənlər artıq rəsmi şəkildə müraciət edə bilərlər. Birinci və dördüncü ixtisas qrupları üzrə imtahan nəticələrindən narazı qalan abituriyentlərin gözlədiyi gün gəlib çatdı. 21 iyundan etibarən imtahan nəticəsindən narazı qalanlar Dövlət İmtahan Mərkəzinə apellyasiya müraciət edə bilərlər. Bu yaxınlarda blok imtahan nəticəsi açıqlandı. Mənim kimyadan bir dənə sual şübhəli qalmışdı. Ona təxmin 4-də 3 bal vermişdilər. Müəllimlərimə yoxlatdım. Situasiya 59-cu sualı idi. Əslində düz yazmışdım. Sadəcə müəllimə göstərəndə dedi ki, bu sual əslində düzdür. 4-də 3 vermişdilər. Ona görə apellyasiya vermək istəyirəm. Arzusu hərbi həkim olmaqdır Nihadın. Deyir ki, imtahanda 1 bal belə taleyi kilo ola bilər. Elə təhsil ekspertləri də belə düşünür. Buraxılış imtahanlarında təxminən 30 nəfərin balı azaldılmışdı. Təbii ki, bu nəticənin azaldılması abituriyentlərdə bir qorxu hissi yaradır ki, onlar yenidən apellyasiya müraciət etsələr, onların balında azalma ola bilər. Və əgər kimsə balından narazıdırsa, yəni bu daha çox bu suallar həlli tələb olunan suallardır ki, yəni son 3 sual, yəni tutaq ki 20-də 28, 29, 30 sayı, yəni son 3 sualda qiymətləndirmə ilə bağlı hər hansı problem yaranarsa, yaxud da ki, sualların yeri dəyişik edilərsə, bu zaman apellyasiya komissiyasına müraciət edilir və Dövlət İmtahan Mərkəzi tərəfindən həmin suallar yenidən araşdırılır və bundan sonra müvafiq şəkildə abituriyentlərin yenidən qiymətləndirilməsi həyata keçirilir. Bəs ümumiyyətlə ballar niyə aşağı salınır? Dövlət İmtahan Mərkəzinin sədri Məlikə Abbaszadə bu suala media üçün keçirilən brifinqdə aydınlıq gətirib. Markerlər bu prosesdə iştirak eləyəndə nəsə gözündən qaça bilər, biz onu demək qəbul edirik. Onlar işləyirlər, birinci sualı, ikinci sualı, 100 sualı yoxlayıblar. Ola bilsin 99-cu sualda kimsə səhv buraxıbdır, amma ola bilsin. Eyni zamanda da bu gərək ehtimal olsun ki, ikinci markerdə həmin səhvi buraxsın. Bu ehtimal çox azdır, amma ola bilər. Qeyd edək ki, apellyasiya komissiyası iyunun 23-ü saat 17:00-dək fəaliyyət göstərəcək. Müraciət etmək istəyənlər Dövlət İmtahan Mərkəzinin rəsmi saytında elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər. Qeydiyyat tarixindən sonra edilən müraciətlər isə qəbul olunmayacaq. Cavablar açıqlananda apellyasiya.dim.gov.az portalına daxil olaraq apellyasiyanın nəticəsi və ekspert rəyi ilə tanış olmaq mümkündür. Ləman Abbaslı, Səfər Nəzirov, İTV Xəbər.